Bu günləri mənim sevimli müəllimim, həm də Ləngəbiz kənd orta məktəbinin uzun illər Azərbaycan dili ədəbiyyat fənnini tədris eləmiş, əksəriyyətimizin sevimlisi, dəyərli müəllimim Yaqub müəllimin 75 yaşı tamam olur. Bu münasibətlə Yaqub müəllimə ürək sözlərimi çatdırıram. Həm öz adımdan, həm də ona dəyər verən, ona sayğı duyan insanlar adından. Yaqub müəllim, Allah uzun ömür versin sizə, sağlıqlı ömür versin. Allah'a çox şükür ki, ömrün o zirvəsinə gəlib çatmışsınız ləyaqətlə, şərəflə. İnşallah qalan ömrünüzdə də sağlıqlı illər arzulayıram. Allah balalarınızı saxlasın. Biz səndən öyrənmişik elmin bütün sirlərin. Sən bizə göstərmisən əyri nədir, düz nədir. Biz səndən öyrənmişik ağla qaranın fərqin. Sən bizə göstərmisən yaxşı nədir, pis nədir. Bizə örnək olmusan sözünlə, rəftarınla. Bəzən çox sərt olmusan, bəzən həlimdən həlim. Bu bəşər tarixində yerin ucadan uca. Sən əl çatmaz zirvəsən, dağsan, əziz müəllim. Təbrik edirəm.